oynadığımız oyunlar biraz qəliz oyuna alındı. Yəni oyunun epizodlarla dəyişildi. Mameddin vaxt etibarıyla ya rəqibə keçirdi, ya sənə keçirdi. Yəni biraz özümüzə də anlaşılmaz bəzi şeylər oldu oyunun içində. Məsələn 1-0 qalib gəldi. Bu top vurduq. Gol, yəni o vaxta kimi çox yaxşı oynayırdıq. Yəni inisiativa deyərdik bizdə idi. O gol vurandan sonra nədənsə oturduq və oturmağımızın da səbəbi, yəni bu istəkdən irəli gələn bir şey deyildi. Yəni plan da belə yox idi. Sadəcə həddindən artıq çox top itkisinə yol verdik. İlla ki də ortada və onun səbəbi də ki, inisiativa rəqibə keçdi və gol vurdular. Yəni sonra ikinci hissəyə başlayanda söhbət elədi uşaqlarla və bəzi tapşırıqlar çox şey dəyişmək istəyirdi ki, elə oyun başlayan kimi müdafiəçimizin səhvindən gol yedik. Amma yəni ikinci hissədə başlayan kimi planlar nə idi, necə oynamaq lazım idi, ona yəni axıra kimi davam elədik. Baxmayaraq ki, gol buraxdıq. Yəni sağ olsun futbolçular ruhdan düşmədi, gol da vurduq və oyunların sonunda yəni ştangdan qayıdan topumuz var idi, belə momentlərimiz var idi və inisiativa da bizdə idi. Əfsuslar olsun, bunu qola keçirə bilmədi. Yəni bu günləri yəni kim qazandı, kim itirdi, bu həddindən artıq çox çətindir, danlı moment. Yəni bu həmən oyunlardan biridir ki, həmən sən reaksiya verib nəsə deyə bilmirsən, həddindən artıq çox analiz eləməlisən. Yəni nələri düz elədi, nələri səhv elədi və üzücü moment bu vaxta kimi yəni baş verən bəlkə bu oyunda idi. Qərarlarımızda həddindən artıq çox problem görsənirdi. Yəni son paslar nə zadumuna bu oyunun əvvəllərindən nə fikirləşmişdik, hansı boşluqları istifadə eləyə bilər yolları fikirləşmişdik. Ora çatanda tam əks qərarlar verməyi futbolçularımızın biraz bilmirəm, özümüzü çaşdırır. Yəni həddindən artıq çox baxmalıyıq, analiz eləməliyik. Yəni buna səbəb kimi ola bilər bir yerdə bəlkə bu həftəni məşq eləmədik yetərincə. Yəni milli oyunçular, həddindən artıq çox oyunçularımız biri bu gün gəldi, biri oyuna 2 gün qabaq gəldi. Bəlkə planlı şəklində bu vaxta kimi hazırlaşdığımız kimi hazırlaşa bilmədik. Yəni bu qərarlardan söhbət gedir, oyunlardan yox. Yəni oynadığımız oyuna əsla bu bəhanə deyil. Yəni bu günləri çox çətindir. Bax görürsünüz, özüm deyə bilmirəm ki, qazandıq, itirdik. Yəni baxmalıyıq yenə oyuna. Baxmalıyıq. Əslində Samir bəy dolaşsına cavab verdi. Yəni 1-0-dan sonra komanda tamam bir fərqli dediyiniz kimi, yəni istəyərəkdən ovladı, tamam fərqli bir oyun oynadı. Bunun səbəbi nə idi? Halbuki o 1-0-a qədər çox üstün futbol oynayan, daim rəqib qapısında olan Neftçi görür. Yəni 1-0-dan sonra mən düşündüm bəlkə bir müəyyən bir zamandan sonra biraz arxaya oturub yenidən bir hücumları Yox, əsla bu tapşırıq da deyildi. Əksinə fikirləşirdik ki 1-0 və bu oyundan əvvəl bilə də bilmərsən ki, sən gol vurasan, amma bütün işləri və bütün gördüyü işi gol vurmaq üçün komandan hazırlayırsan və bu da baş verdi və fikirləşirdi ki, daha da baskı yaradacaq, amma bayaq da dediyim kimi o biraz özümü də yəni bilirsən necə sualıma cavab tapa bilmirəm həmən. Niyə bu qədər biz itkilərə yol verdik? Yəni elə momentlər var idi ki, yəni sırf birdən ortada oyunçumuzun momenti, yəni bizim oyunçuya versəydi, rəqib 4 dənə, 3 dənə müdafiəçi ilə bizim 4 nəfərimiz durmuşdu. Elə bölüşsək adamı bir-bir düşürdü, amma orada belə rəqibə verdi, rəqib əks hücuma getdi. Yəni həddindən artıq çox rəqibin artıq bizi gəlib həmən momentlərdə demək olar ki, birinci hissənin gol vurandan vurduğumuz və birinci hissənin sonuna kimi üstünlüyü ələ keçirməyimin də səbəbkarı düşürəm ki, özümüz idi. Yəni daha da orada bəlkə də daha da çox moment yarada bilərdik. Özümüz gördük nə qədər follar oldu, qapımızda təhlükəli momentlər oldu. Yəni çox çətindir indi nəsə demək. Bunun cavabı yoxdur məndə. Sağ mənim 2 sualım vardı. Birinci qolda mərkəz müdafiəçilərini daha çox günahlandırmaq olar, yoxsa qapıçınızda sizcə? Məncə bu sistematik idi. Yəni qapıçıya çatanacan, qapıçıda nə baş verirsə bunu köməkçimlə, qapıçı məşqçi ilə danışandan sonra şeyləri eləyə bilərəm, nə sizə cavab verə bilərəm. Çünki indi biraz mənim üçün də qəliz qaldı. Amma mərkəz müdafiəçilərimiz biraz ondan əvvəl baş verən epizoda
fokuslanmışdılar. Yəni həmin top itkintisindən sonra reaksiya verə bilmədilər. Bu əlbəttə ki, bizim günahımızdır. Yəni bu vaxta kimi işdə elə gətirdi. Öyündüyümüz müdafiə hansı ki, həddindən artıq necə deyim, konsentrирован oynayır. Bu günləri biraz boşluqlar verdik. Yəni bu günləri səbəb axtarmaq istəmirəm. Düşünürəm ki, səbəb 1-0 öndə olduğumuzdan sonra oynadığımız oyundadır. Keçəcənin səbəbi. İkinci sual, Abbakar nəhayət gəldi, xeyirli uğurlu olsun, transfer. Görüşmüsünüzsə, insan olaraq ilkin təəssüratlarınız onun haqqında və bir də komanda ümumiyyətlə psixoloji duruma necə təsir göstərdi? Çox yaxşı təsir göstərəcək. Ən azından hər bir futbolçu yanında keyfiyyətli futbolçu görəndə, təcrübəli futbolçu görəndə, yəni hərdən də onun keyfiyyətinə uymağa çalışır. Bu da bəlkə yox, %100 xeyrimizə olacaq. Amma onunla danışmağa vaxtımız olmayıb. Çünki dünən gəlib, yəni belə ki, komandana gəlib görüşməmişik. Yəni şəxsi söhbətimiz olmayıb. Yəni sabahdan artıq məşqlərə inşallah qoşulacaq və danışacaq. Samir müəllim, Erbil doğrudan da müdafiə xəttində gözdə idi. 2 qol buraxıldı. İkisində də mərkəz müdafiəçilərinin, birinci qolda Elvin, ikinci qolda Ribeira'nın kobud səhvi oldu. Yəni bu müdafiə xəttinin eyfariyaya qapılması deyil ki. Yox, eyfariya nəyə qapılsın ki? Yəni bu gün turnir cədvəlimizdəki yer də ona səbəb deyil ki, həddindən artıq müdafiə rahatçılıq versin. Əksinə müdafiə o qədər oyuna diqqətli olmalıdır ki, ən azından oyunu uduzmayaq. Yəni səhvlər də olur. Bu qədər. İlkin Sultanlı Sport biraz. Samir bəy, əsas rəqiblərimiz deyilə biləcək komandalardan, yəni Turantovza məğlub olmuşsunuz, digərlərindən heç etmişsiniz. Bu, sizin əsas hədəfinizə çatmaq üçün qarşıdakı dövrdə problem yaratmayacaq ki? Yəni, hər xal üçün vuruşuruq, yəni qalib gəlmək üçün vuruşuruq. Əlbəttə ki, biz istəmirik. Biz ən azından Bakseli burada öz meydançamızda, üzr istəyirəm, sportda udmaq istəyirik. Yəni, azarkeşlər də bu günlər çox yaxşı idi, yetərincə azarkeş var idi. Keçən oyuncu ajatajdan sonra da bu günləri yanımızda, arxamızda duranlar həddindən artıq çox idi. Yəni, qalib gəlmək istəyirdi. Yəni, oyunun başlamağı doğrudan da həddindən artıq çox yaxşı idi. Yəni, görsədirdi ki, komanda nə qədər qalib gəlmək istəyir. Əfsuslar olsun ki, belə bir, yenə də deyirəm, son nöqtəyə gətirib çıxarmamağımızın bu günləri səbəbləri var. Mən də bayaqları da vurğuladım. Son nöqtələrdə, qərarlarda biraz həddindən artıq çox tələskənik. Amma özünüz də görürsünüz, oyunlar heç-heçə gedir, heç-heçə gəlir. Nəinki biz digər oyunlarda bu günləri hər an bir şeylər dəyişə bilər. Yəni, məsəl üçün, keçən illəri götürsək, həmən öndə gedən komandalar düzdür, sonunda döndü qutardılar. İkinci, yəni qış fasiləsindən sonra 11 oyun udmama, belə bir şeylərlə ümumiyyətlə hər il rastlaşırıq. Yəni, biz günü-gündən yaxşı olmalıyıq, xalları qazanıb və udmaqla qazanmalıyıq. Bunu biz dərk edirik, amma əfsuslar olsun ki, bu günləri bunu eləyə bilmədik. Samim, iki sualım olacaq. Birincisi, bugün yeni bir futbolçunu gördük sizin heyətinizdə, Nigeriyalı Metio. Onun çıxışını necə dəyərləndirirsiniz? İkincisi, Dumbiya ilə bağlı məsələ nə yerdədir? Hər ikisi də yarım müdafiəçidir və bəzən biz oxuyuruq, görürük ki, Neftçidə yarım müdafiəçilərin çoxluğu barədə məlumatlar dolaşır. Bax, həmin o futbolçular barədə və bu fikirlə barədə zəhmət olmasa ilk olaraq. Çoxluğu haqqında heç nə deyə bilmərəm, hələn bir fikir var biz üçün, amma yəni, həm Dumbiyada, həm Metioda məsəl üçün alınsa, yəni bu çox deyil, yəni olacaq, lazım olan qədərdir, fikirləşirəm ki. Amma Dumbiya məsələsi elə ki, müzakirələr gedir, klub arasında və futbolçu arasında bu yaxın günlərdə, çox yaxın günlərdə son olaraq biləcəyik. Metio barəsində biz soruşdunuz, Metio, mən fikirləşirəm birinci oyunçun həddindən artıq deyəndə hücuma ikinci hissədə ki, hansın ki, biz istəyirdik, energiya qatdı və çox yaxşı da oyuna girdi. Yəni, ortada onun pasları, onun hərəkətləri, bəlkə də və dinamikliyi bizim xeyrimizə oldu. İnşallah, indi onun top vəziyyətə gəlib çıxmağı, özünüz bilirsiniz, uzun müddətdə oynamırdı. Biz də bunu istəyirik, tezliklə olsun. Amma fikirləşirəm ki, Metio çox yaxşı futbolçudur və bizə çox-çox xeyirlər verəcək. İkinci sualımda üzr istəyirəm. Hesab 2-2 olarkən
Abbaqara transfer edən Nigeriyalı futbolçunu hansın ki titulları var, meydana ilk dəfə buraxan bir məşqçi belə bir çətin vəziyyətdə iki gənc futbolçuya ümid bəsləyib. Muradla Ağadadaşa üstünlük verdiniz. Sizcə risk etmədiniz? Yox, bu gənc məsələsi məncə bu nə qədər bilmirəm. Biz o gəncdir deyə oynasın, yox. Bizə həmən anda hücumda daha effektli olsun, daha da təhlükəli olsun deyə o fikirlə oyunçu buraxırıq. İstər bu gənc ola bilər, istər yaşlı ola bilər. Murad nə qədər kreativdir və həmən cinahlarda daha da svejidə, belə fresh, gümrah oyunçu istədiyi buraxaq. Ağanı da həmçinin, yəni bu günləri bilmirəm, nə deyim, bu qədər. Yox, sonuncu sual olsun, əgər başqa sual verirsə. Zaman mən Neftçiyə son çempionluq qazandıranda daha bir dünya ulduzu belə deyək, Keisuke Honda'nı gətirmişdiniz. İndi isə Vensan Abubakar daha bir ulduz. Bir dejavu yaşana bilərmi adlar fərqli olsa da və yaxud da yəni Samir Abbasov belə deyək, Honda tam yaxşı durumda olmasa belə, bu bir növ futbolçudan performans olaraq almaq istədiyinizdə almasaz belə, psixoloji sarıdan, yəni bunu düşünürsünüz, məsələn, Honda gəldi, rəqiblər üzərində bir baskı yarada bilirsin və Abubakar gəlib, ola bilsin ki, rəqiblər artıq baskı altında ola bilərlər. Yəni bunu bir növ futbolçunun özünün performansından yox, ad baxımından bir rəqiblər üzərində təzyiq yaradaq kimi bir düşüncə olurmu sizdə? Yəni bu belə düşünənlər də var, mən əksini düşünürəm, yəni Abubakar məsələn, rəqiblər üçün həddindən artıq çox motivasiya ola bilər, müdafiəçilər üçün. Yəni, bugün hansısa müdafiəçilər, bağışlayın, isimlər vermək istəmirəm, onlara qarşı oynamaq, Abubakara qarşı yaxşı oynamaq, yəni onu nə qədər ucaldır, nə qədər qaldır, o bizə tərəf hətta pisdir. Amma Abubakarı biz ad olaraq və Hondan vurğuladıq, yəni o fikirlə gətirməmişik. Hücum xəttində problemlərimiz var idi, qol vurma problemlərimiz var, onu çözmə baxımından gətirmişik.